Salam qızlar, necəsiniz? Hər birinizi xoş gördük. Qızlar, rəy bölməsini bağlayacağım ki, canlıda ki, rahat istədiyim mövzu haqqında danışım. Son zamanlar həddinsiz dərəcədə suallar gəlir ki, xanım, bəs uşaqlarda bizdə yəni həm parazitlərə qarşı nə içə bilərik, həm ziyansız olsun. Bilirsiniz ki, adətən həmin dərmanlar ziyanlı olur və mütləq lazımdır elə bir şey vermək ki, həm ziyan eləməsin, həm də ki, parazitlərdən, qurdlardan təmizləsin. Bəli, analizin 50%-ında insanlarda yəni olur ki, çıxmır qurd. Parazitlər çıxmır analizlərdə. Bu da normal bir haldır. Yəni, növ var və hər birisi görsətmir və hər kəsdə var. Sadəcə var aktiv formasında parazitlər. Parazitlər dediyimdə qurdları nəzərdə tuturam. Çünki bəzən yazıram ki, parazit əleyhinə deyirlər, bə qurd əleyhinə nə içək? Yəni, hələ də bilmirlər ki, parazit bəs məyəm elə qurd əleyhinə deməkdir. Hər bir orqanizmdə həmin parazitlər var, sadəcə aktiv və aktiv olmayan formasında. Və bəzən biz müşahidə edirik ki, yəni hərədə bir cür fəsadlar verir. İnsanlar var, məsəl üçün, əllərində ağ ləkələr əmələ gəlir. Vitiligo yəni yaranma səbəbi tək stres deyil, yəni parazitlərin çoxluğudur. Kimdə həmin problemlər yaradır. Yəni, başlayır əllərdə, bədəndə ümumiyyətcə yavaş-yavaş ağ ləkələr artmağa və ümumiyyətcə bədən tam ağara bilər. Ondan sonra qırmızı xallar əmələ gəlir, çoxlu. Qırmızı xallar, rəngli xallar və s. hədsiz, aşırı dərəcədə çox. Sonra olur ki, qaşlar tökülür, saçlar tökülür, yağlılıq aşırı olur, məsamələr yəni böyüyür, günü-gündən artır, qara nöqtələr artır. Ondan sonra bir gecədə və yaxud çox qısa zamanda saçlar ağarmağa başlayır dibdən, baxmayaraq ki, yaşınız azdır. Yəni, hərədə bir cür fəsad verir. Ağızdan su uşaqlarda gəlir, dişləri qıcama və s. dişlərin ümumiyyətcə əyilməsi. Bilirik ki, bütün problemlər ümumiyyətcə məddə bağırsaqdan gəlir və məddə bağırsaqda problemlər həmin o qurd və parazitlərdən əmələ gəlir. Ona görə də mütləq ildə 1 ya 2 dəfə, indi büdcənizə uyğun təbii ki, biz ailəvi olaraq, profilaktik olaraq qurd əleyhinə hər hansı vasitələr istifadə etməliyik. Hələm yay başlayır və çiyələk sezonu, alçadır, odur, budur, yəni bu meyvələri uşaqlar istifadə edəcək və istər-istəməz biz nə qədər onu yusaq da, yenə də yaranma ehtimalı çoxdur və yaxud varsa daha da aktiv vəziyyətə gətirmə çoxdur. Ona görə uşaqlarda boy artımı da son zamanlar tamam yəni azalıb və boy artımı ləngiyir. Danışma qabiliyyəti azalır, yeriməyi gec uşaqlar yeriyir. Hamısı yəni bir-biri ilə bağlıdırlar. Ona görə də mən artıq başladım bugündən. Yenə əvvəl istifadə etmişəm, indi yenə kurs kimi istifadə edəcəm Megaller siropunu. Megaller siropun çox təbii tərkiblidir. Tərkibində heç bir antibiotik və zərərli heç bir şey yoxdur. Deməli, əsas yeməkdən öncə bir xörək qaşığı həm uşaqlar 15 dəqiqə öncə həm uşaqlar, həm böyüklər eyni qaydada içə bilər. Normalda günorta yeməyindən 15 dəqiqə öncə istifadə olunur. Amma indi insan var, günorta yeməyi yemir, axşam yeməyi yeyir. O zaman axşam yeməyindən 15 dəqiqə öncə bir xörək qaşığı istifadə etməlidir. Tərkibində qara qoz yarpağının ekstraktı, şirin kök kökünün maya ekstraktı, balqabaq toxumunun maya ekstraktı, dağ tarxunun otunun maya ekstraktı, qərənfil çiçəyinin ekstraktı, sarımsaq zoğunun maya ekstraktı, yəni tam təbiidir. Gliserin, keçi buynuzu, kalium, sorbat, natrium, delonoza edilmiş su. Alanda oxuyarsınız, həm də Megaller yazsanız
Google-da zaten çıxacaq hər şey haqqında. Hərəniz, yəni ailədə neçə nəfərsə, hərəniz bir şişə də içsəz kifayət edir. Amma mən profilaktik olaraq kökündən təmizlənsin deyə, çünki istəmirəm saçlarım vaxtından tez ağarsın və s. 2 ay ərzində içirəm. Yəni həm özüm, həm uşağa verirəm. Başqa böyüklər vardısa evdə, onlara da həmçinin versəz çox məsləhət görürəm. Həmçinin məsamələri, yəni əgər hər şey eləmişsiniz və məsamədən qurtula bilmirsinizsə, içəndə gözünüzlə görəcəksiniz ki, məsamələr yoxa çıxır, ən azı 2 ay içmək lazımdır. Məsamələri, səpkiləri müalicə edirsinizsə, yəni səpkiləri də müalicə edir, o zaman megallerlə yanaşı Lanaref damcı da için həmin dönəmdə nə məsləhət deyil qidalardan yemək? Acı, istiyotlu, duzlu, turşu, aşırı şirniyyat, mayonez, ketçup, kola və əsasən süd məhsulları. Süd məhsulları nədir? Süddür, qatıqdır, kəsmikdir, pendirdir, yoğurtdur, marojna, dondurma yəni. Ümumiyyətlə süd, nehrə yağıdır, bunları qəti olmaz. Əsas da istifadə edən zaman. Bu qidalardan imtina edirik, bol-bol ət yeri, yeməkləri çalışın, zeytin yağında yeyin, şirniyyat ancaq xeyirli şirniyyətdir, yəni üzüm, quru meyvə falan, o da az miqdarda. Meyvələrdən çalışın, daha çox alma yeyin. Yəni o birisi meyvələr, yəni parazitləri daha da çox qidalandırır və artırır. Möhtəşəmdir, yəni səpki, hər şey bir anda qurtulacaqsınız. Yəni bu səhifəyi artıq 16 ilə yaxın işlənir və bilirsiniz ki, hər bir dediyim, yəni həqiqətən nəticə verir və bir də qeyd etmək istəyirəm ki, məhsul tez bitir, sonra deyirsiniz ki, xanım tapa bilmirik falan. Hal-hazırda apteklərdə var, stoklarda var, amma bilirsiniz ki, yəni paylaşandan sonra həmin dərmanları tapmaq olmur, çünki satış çox olur. Ona görə də alanda çalışın 2-3 dənəsini ən azı birdən alın ki, sonra tapmayanda qalmayasınız belə. Sonra profilaktik olaraq nə məsləhət görürəm? Ailəvi olaraq böyüklərə əsasən. Burada bir şey də məsləhət görəcəm. Baxın, canınızda soyuq dəymə var. İstər-istəməz həmin infeksiyalardır, hansı ki canımızdan çıxmır. Həm qışda yığılan, həm ümumiyyətcə istər-istəməz ətrafımızdan yayılan. Ona görə də məsləhət görürəm ki, əlavə olaraq və yaxud tək-tək də hamısını istifadə edə bilərsiniz. Sırayla da bir yerdə də resept kimi Lusfit içəsiniz. Lusfit nədir? Məsələn, heç cür öskürəyiniz keçmir. Yəni, nələr eləmişsiniz, nə eləmişsiniz, heç nə kömək eləmir. Yəni də öskürməkdən ürəyiniz uca dayanır. Paralel olaraq Lanaref də içsəniz lap yaxşı olar. Zaten Lanaref 2-3 manatlıq bir şeydir. Lusfiti ən azı 10 gün için, 10 dənə kapsul var. Bir kutusu bir adam üçün yetərlidir, gündə bir dənə. Tərkibində heç bir əlavə yoxdur, yəni antibiotik falan heç bir şey yoxdur. Basveliya gətranın ekstraktı, pasiflora meyvələrinin ekstraktı, göz otu çiçəklərinin ekstraktı, kversetin, şam ağacı qabığının ekstraktı, sarımsaq yarpaqlarının ekstraktı, piristiben, mikroyosun tozu. Böyüklər bir kapsul gündə bir dəfə daxilə qəbul edilir. Sutkalıq dozanı aşmayın. Əslində 18 yaşdan yuxarıdır Lusfit. Məsləhət görərdim. Amma uşaq da çox güclü öskürürsə, o zaman tabletin yarı-yarı 20 gün ərzində verərsiniz. Yarı-yarı bölüb, əzib, su ilə qarışdırıb elə də vermək olar. Keçdi Lusfitdən sonra kalpazol. Kalpazol şam, möhtəşəm bir şamdır. Hansı ki, vaginal olan bütün problemləri aradan qaldırır. Qaşıntı, axıntı, qoxu və s. kimi xanımlarda problem var. Və yaxud profilaktik olaraq mütləq deyil ki, siz xəstələnəsiniz, %100 1000 dənə xəstəlik çıxsın, ondan sonra kalpazol. Kalpazolun öz qiyməti də elə 3-4 manat çərçivəsində olmalıdır. 9 gün və yaxud 12 gün istifadə edə bilərsiniz. Superdir, hər gecə birini istifadə edin. Vaginal olaraq görəcəksiniz ki, yəni üz-vüz, dəriniz, saçlarınız, parlaqlıq qayıdıb, nastroyeniya, belə köpünüz, şişiniz. Bax, bu megallerdə məsələ arıqlaya bilmirsiniz, bütün günü köpürsüz, şişirsiniz. O zaman resept kimi dediklərimi eləyin, görəcəksiniz nəticəsi necə möhtəşəm olur. Çünki istər-istəməz parazitlərdən, infeksiyalardan və s. köp, şişkinlik, yəni rəngin boğulması olur. Məsəl üçün, insanlarda ağız qırağı qaradır, üz rəngbərəngdir. O zaman da megaller, Lanaref damcı bunlar birlikdə çox gözəl kömək edir. %100 nəticədir. Yəni, heç bir
əksiksiz. Hər birinin adını Google-da yazıb ətraflı da oxuya bilərsiniz. Həm özünüz, həm uşaqlarınız istifadə edin. Hər kəsə olar. Yəni bilirəm, başlayacaqsınız qızlar soruşmağa ki, bəs mənə olar, bəs mənə olar, bəs uşağımın 14 yaşı var, o yazacaq 12 yaşı var, o yazacaq 11 yarım var, 3 var. Yəni hər kəs, yəni əgər sizin uşağınız və yaxud siz və yaxud ailədən kimsə kosmosdan gəlməyibsə, o zaman deməli o sizdə hər kəssiz. Mənim kimi, hamı kimi hər kəs. Yəni hər kəs tərəfdən 0 yaşdan 999 yaşa qədər istifadə edə bilərsiniz rahatçılıqla. İndi şamda şam vaginal istifadə etdiyinə görə məntiqlə, təbii ki, uşaqlar üçün deyil, yəni xanımlar üçündür, hansı ki, şamı istifadə edə bilərlər. O qədər məcbur eləyirsiniz dərinlikdən danışım ki, əslində bunlar deməyə ehtiyac yoxdur. Çünki zaten yəni biz özümüz başa düşməliyik də nə üçündür və niyə istifadə olunur. Belə qızlar, məsamələrə gəlincə də yenə də qeyd edirəm, məsamə problemindən qurtara bilməyənlər, səpki problemi qurtara bu resept əvəz olunmazdır. Heç olmasa hərəsindən bir dənə alın, prob eləyin. Ən azı, məsələn, imkan yoxdur 2-3 ay istifadə eləmək və yaxud 9 dənə istifadə eləmək məsələ bunu. O zaman hərəsindən bir qutu istifadə eləyin, nəticəsini mənə bu videonun altında yazacaqsınız. Bilirəm ki, çox məmnun qalacaqsınız. Bundan 100% əminəm. Hamınızı çox istəyirəm, öpürəm, gecəniz xeyrə qalsın. Rəb bölməsində yəni fikirlərinizi yenə də bildirə bilərsiniz. Suallar yaranmasın deyə videolara təkrar baxın. Bir neçə videoda öncə çəkmişdim, ona da ətraflı baxın. Onu da çox bəyənəcəksiniz, bilirəm. Hamınızı çox istəyirəm, öpürəm, gecəniz xeyrə qalsın. Hər zaman birlikdə.